reaksiya iki yerə bölünür. Hə, hansılar idi? Obyektə verilən reaksiya, bir də seçimə verilən Qəşəng, bir hərəkət reaksiya. edən obyektə, bir də hərəkət seçiminə. Hərəkət edən obyektə qarşı verilən reaksiya özü neçə mərhələdən ibarət idi? O da 4 hissəyə bölünürdü. Hərəkət obyektini görmək, istiqamətini müəyyən etmək, planını seçmək və planı icra etmək. Aha. Hə. Sonra gəldik nəyə? Addımın uzunluğundan və tezliyindən asılı olaraq dəyişən faza hansıdır? Tək hərəkətin icra tezliyi. Aha, addımın uzunluğundan və tezliyindən asılı olaraq. Baxdım, yazdımdan sağ. Aha, addımın uzunluğundan və tezliyindən asılı olaraq dəyişən faza hansıdır? Tək hərəkətin icra tezliyi, bəli. Nişanlar arasındakı məsafə azaldıqca nə olur? Artır, artdıqca da azalır. Artdıqca da azalırdı, yaxşı. Bəs hərəkət bir fazadan ibarətdir, daim təkrarlanır. O tək hərəkətin icra tezliyi. Aha, hərəkət bir fazadan ibarət, daim tək hərəkətin icra tezliyidir. Tək hərəkət haqqında adlanan Tək hərəkət, o da tək hərəkətin icra tezliyi. nişanlanmış yolda sağ və sol ayaq üzərində hər bir nişana toxunmaqla vaxtla qaçış. Mən tək hərəkətin icra tezliyi. Qəşəng, bu da olacaq tək hərəkətin icra tezliyi nə olub, kim dayanılır. Hə, sonra gəldik nəyə? Qısa mərhələli estafet ötürmələri, qısa mərhələli estafet. Qısa maksimal qaçışdır. Qəşəng, qısa mərhələli estafet ötürmələri nə olacaqdı? Maksimal qaçış sürəti olacaqdı. Daha çox hazırlıq komanda yoldaşın irəliyə dartması ilə startlar. O da maksimaldır. Aha, o da maksimal idi, bəli. Sonra 20-30 metr məsafəyə sürətlənmələr. O da maksimaldır. O da maksimal idi. Və deyəsən çətindir. Nə bilməliyim, o qədər oxumuşam ki. Hə. Start vəziyyətindən ayrı-ayrı elementlərin təkmilləşdirilməsi. Start vəziyyətindən reaksiya deməlim bu. Yox. Hə, üzr istəyirəm, reaksiyadır, bəli. Qolları aşağı sallayaraq yerində qaçış. Bu tək hərəkətin icra tezliyi. Dabanı sərvazələrinə çatdırmaqla qaçış. 2-4 dəfə. Mənim bu maksimal olmalıdır. Yox, say var. Bu tək hərəkətin icra tezliyi. Bəli, nə olacaqdı? Tək hərəkətin icra tezliyi olacaqdı. Sonra dayaqlı uzanışdan sağ və sol ayaqla start vəziyyətinə keçid var. Reaksiya deməli. Reaksiya. Təşəkkürlər Novruzov. Çox sağ olun. Siz sağ olun. Mən bu sual verirsən bunlara. Bir baxır suala da cavab deməlim. Ver qardaş.